Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizinlə 10 may 2025-ci ildə Təhsil Nazirliyinin keçirilmiş olduğu biologiyadan sınav imtahanının suallarını izah ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənsə bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımızda soruşur ki, ali bitkin yarpaqlar müxtəlif formada olmasını hansı elm öyrənir? Yarpaqların müxtəlif formada olmasını ümumiyyətlə morfologiya formaları öyrənən elm morfologiya elmi adlanmış olur. Sonra növbəti sualımızda deyir, yarpaqların hazırladığı üzvü maddə kökə doğru hansı hissə ilə axır? Ümumiyyətlə yadınıza saxlayın ki, üzvü maddələr floema ilə axır. Yəni orada da yarpaqlarda da hazırlanan üzvü maddələr də onlar floema ilə vasitəsilə axmış olacaqdır. Hansı heyvanlarda xarici skelet yoxdur? Yadınıza saxlayın ki, ümumiyyətlə bu mayaklardır, bunlarda var, fonoterlərdə var, başı xordallarda. Xordallarda daxili skeleti, xarici skeleti yoxdur ümumiyyətlə. Ona görə də götürürük. Xərçəklərdə də xarici skeleti, həşəratlarda da xarici skeletə aiddir. Hansı aləmin nümayəndələri çox hüceyrəliyə təsadüf olunmur? Bakteriyalar, çünki bakteriyaların bütün nümayəndələri hamısı bir hüceyrəlilərə aiddir. Sonra şagirdlər təcrübə üçün şüşə qab, bitki və həngli su yerləşdirdikdən sonra ağzını bağlamış və qaranlığa qoymuşlar. Müəyyən vaxt keçəndən sonra həngli suyun bulandığı aydın olmuşdur. Bu zaman öyrəndikləri prosesi və ifadə etdikləri tədqiqat üsulunu müəyyən edir. Bu zaman şagirdlər nə edir? Tənəffüs prosesini öyrənir və tənəffüs prosesini və suyun bulanmağını nə edir? Müşahidə edir, gözünlə görür və apardığı iş isə təcrübədir. Yəni tənəffüs, müşahidə, eksperiment. Uyğunluğu müəyyən edin. Tropizm verilib. Yadınızda saxlayın ki, bir hüceyrəli heyvanlarda istiqamətlənmiş bədən, heyvanın istiqamətlənmiş yer dəyişməsi taksisdir. Tropizm isə yerində dayanır, müəyyən bir hissəsi yerini dəyişir. Məsələn, ən çox bitkilərdə müşahidə olunur. Məsələn, tutalım ki, birincidə baxaq, tropizm. Tropizmə aiddir. Xarici amillərinin qarşı bitkilərin müəyyən hissəsinin yer dəyişməsi birə aiddir. C aid olmuş olacaq. Sonra taksisə aid olanları seçək. Taksisə aid xarici qıcığa qarşı bir hüceyrə heyvanların yer dəyişməsi. Dedik ki, taksis nədir? Xarici qanun təsir nəticəsində heyvanların bədəninin yer dəyişməsidir. Bəli, bunu götürəcəyik taksisə. Sonra isə xarici təsir orqanizm istiqamətlənmiş yer dəyişməsi. Bu da taksisə aiddir. Sonra refleksə aid olanı seçək. Çoxucu heyvanlar qıcığa qarşı cavab reaksiyası refleksdir. Refleks sinir hüceyrəsinin yaranması nəticəsində yaranır. Bu da A variantına uyğun gəlir. 35 timin nukleotinə malik DNT replikasiyası baş vermişdir. Replikasiya zamanı alınan molekullarda cəmi neçə adenin nukleotid iştirak etmişdir. Replikasiyanı bu şəkildə başa düşün ki, reduplikasiya. Bax, 35 dənə timindirsə bu üzdə də 35 dənə də adenin olacaq. Molekul reduplikasiya edir, yəni ikiləşir. Bu zaman nə edəcək? Yenə də yeni bir zəncir yaranacaq. Yeni bir zəncirdə də yenə burada da olacaq yenə 35 dənə timin, 35 dənə də adenin. Yəni burada olan adenin oldu 35, burada da olan oldu. Burada timini yazsaq, bura adenin, bura timin. Yəni 35 neçə dənə oldu? 70 dənə olmuş oldu. Sonra 8-ci sualımızda da hüceyranın meyoz bölünməsi zamanı sona qədər davam edən prosesdə xromosoma birləşən bölünmə vətərlərinin minimum sayı 60 olmuşdur. Bu diploid orqanizmdə somatik hüceyrələrin xromosom yoğumu necə olmuşdur? Ümumiyyətlə yadınıza saxlayın. Meyoz prosesində birinci bölünmədə hər hüceyrəyə bir dənə bölünmə vətər birləşir. Birinci bölünmədə nə iştirak edir? Xromosomlar iştirak edir və diploid saydadır. Ona görə də birinci bölünmədəki hüceyrələr diploid saydadır deyə ona birləşən dedik ki, neçə dənə hüceyrə birləşibsə, hər bir hüceyrəyə də bir vətər birləşib. Yəni, birinci bölməyə, meyozun birinci 2N sayda hüceyrə girir və 2N sayda da vətər birləşir. Bu birinci bölünmədə. Sonra bu bölünmə ikinci bölməyə keçir. İkinci bölünmə nəticəsində bu hüceyrədən 2 dənə hüceyrə yaranırmı? Bu hüceyrədən hər bir hüceyrəyə də
hüceyrənin həmin zamanı yaranan hər xromosomlarının ikinci bölmə əmələ gəlir. Hər bir hüceyrəsində 2n qədər bölünmə iştirak vətər birləşir. Buna da 2n qədər bölmə vətər birləşir. Buna da 2n qədər. Bunların cəmi neçələrdir? 4n qədər. Deməli, bu birinci bölünməmiz idi. Bu da ikinci bölünməmizdir. Cəmi 2n buradadır, 4n buradadır. 6n qədər vətər 60-a bərabərdirsə, burada n-imiz bərabərdir 10-a. Bizə də diploid deməli, somatik hüceyrə deyir. Somatik hüceyrəmiz həmişə diploid sayda olur. Yəni 2n, n 10-muzsa 2n də verəcək 20. Eyni yumurta əkizlərinin sayı 3 olarsa, minimum neçə blastomerin olduğu mərhələ yarana bilərdir. Ümumiyyətlə yaranır və yadınıza saxlayın. 1 blastomer bölünür, sonra yaranır neçə? 2 blastomer. Sonra 2 blastomer bölünür, bu 4 blastomer yaranır. Və minimum 4 olmalıdır ki, bunun 3-ündən 3 yumurta əkizləri əmələ gəlsin. Ona görə də cavabımız olur 4. 10. Deməli, burada soruşur ki, bunlar hansılara aiddir? 10-cu sinifimizin kitabında bu haqqda məlumat verilib. Bax, burada diqqətlə baxsaq, bu birincisi balıqların, ikincisi suda qurda yaşayanlar, üçüncü sürünənləri, 4 kuş, 5 də məməli. Burada diqqətlə bu şəkillə uyğunlaşdırsaq, görəcəyik ki, burada birinci olur sürünənlər, ikinci olur quşlar, üçüncü olursa məməlilər. Ona görə də bu sualımızın cavabı olacaq 3 şimpanzi. Ancaq burada bu sualda cavabda səhvlik var. Bilmirəm nəyə görə Təhsil Nazirliyi sual imtinasını bu səhvliklər edib. Epivizin hazırladığı hormon hədəf orqanına çatana qədər keçdiyi yolun düzgün ardıcıllığını müəyyən edin. Epiviz hormon hazırlayırsa, bu hormon birinci neyinir? Hormon keçir kapilyarlara. Hormon keçəcək kapilyarlara. Kapilyarlardan keçəcək venaya. Venadan sonra gələcək sağ qulaqçığa. Sağ qulaqçıqdan keçəcək sağ mədəciyə. Sağ mədəcikdən ağciyərə gedəcək. Ağciyər oksigenlə zənginləşəcək. Sonra gələcək böyük qan dövranına qaçırmış olacaq. Bu da A variantı. İnsan orqanizmində daha çox bədən boşluğunda yerləşən orqanlar sisteminə aid olan orqan hansıdır? İnsan orqanizmində yadınızda saxlayın ki, böyrəklər yerləşir harada? 2 bədən boşluğunda, bir qarın boşluğunda, bir də çanaq boşluğunda. Yəni böyrəklərin ayrı aiddir, ifrazat sisteminə aiddir. İfrazat sistemi də bir qarın, bir də çanaq boşluğunda yerləşir. 2 boşluqda oldu. Toxumluq nəyə aiddir? Cinsiyyət sisteminə aiddir. Cinsiyyət sistemi də çanaq boşluğunda yerləşir, yəni bir boşluqda yerləşir. Dil nəyə aiddir? Həzm sisteminə. Həzm sistemi ağızdan başlayır, ağız boşluğu, sonra gəlir qida borusu keçir, döş boşluğundan keçir, döş boşluğu, qarın boşluğu, sonda isə düz bağırsaq vasitəsilə orqanizmdən xaric olunur. Bu da yəni ən çox boşluqda olan oldu həzm. Yumurtalıq da yenə cinsiyyət sisteminə aiddir, çanaq boşluğuna aiddir. Ağciyərdə tənəffüs sisteminə aiddir. Tənəffüs sistemində ancaq bir boşluq döş boşluğunda olur. Ən çox olan oldu dil. Çiyin quşağı sümüklərinin sayı ən çox olan. Deməli, yadınıza saxlayın ki, məsələn, şimpanzedə 2 dənə kürək var, 2 körpücük. Oldu 4. Qurbağada var 2 kürək, 2 körpücük, 2 qarğa, bir dənə də döş sümüyü. Cəmi oldu neçə? 7 dənə. Çiyin quşağında. İnsanda da yenə 4 dənə, 2 kürək, 2 körpücük. Yarasada da 4 dənə, 2 kürək, 2 körpücük. Göyərçində isə 6 dənə, 2 kürək, 2 körpücük, 2 qarğa, 6 dənə. Ən çox hansında oldu? Qurbağada olmuş oldu. Protozoozlara aiddir. Ümumiyyətlə yadınıza saxlayın ki, protozoz nədir? Protozoz odur ki, bir hüceyrələrinin törətdiyi xəstəlikdir. Və məsələn, yəni bir hüceyrələrin törətdiyi xəstəlikdir. Bir hüceyrələr törətdiyi xəstəliklərə aid olur ki, məsələn, burada da Liambi aiddir. Protozozlara aid, məsələn, liambiozu deyə bilərik, amebiozu deyə bilərik, malariyanı deyə bilərik, toksoplazmozu deyə bilərik, tripnosomozu deyə bilərik, leishmaniozu deyə bilərik. Bu haqqında 10-cu sinif kitabınızda dərsliyinizə geniş verilmişdir. Basillər aid edilə bilməz, bakteriyalardır, askarit qurtdur, exnikok qurtdur, qoturluq gənəsi isə
buğumayaqlara aiddir, yəni buna aid deyildi. Ona görə bunu götürmürük. Hansı orqanizmlər digər canlılarda rast gəlinməyən qidalanma tipinə rast gəlir? Ümumiyyətlə yadınızda saxlayın ki, xemosintez prosesi yeganə prosesdir ki, ancaq bakteriyalarda rast gəlinmiş olur. Hansı orqan sisteminə aid olana qarın boşluğuna təsadüf olunmur? Tənəffüs sisteminə. Tənəffüs sistemi ancaq döş boşluğunda olur. Qarın boşluğunda təsadüf edilmir. 17. Ürəyin 1 saniyəlik sikl şəraitində 512 tənəffüs hərəkəti edibsə, bu zaman 512 tənəffüs hərəkəti edilmişdir. Qulaqçıqların stolasına nə qədər vaxt sərf olunmuşdur? Yadınıza saxlayın ki, məsələn 512 tənəffüs hərəkətimiz neçə edir? 512-ni böləcəyik 16-ya. Yəni 1 dəqiqədə biz 16 tənəffüs edirik də, neçə dəqiqə olduğunu tapırıq. 32 dəqiqə. Tapdıq buradan 32 dəqiqə. Bunu belə hesab eləsək, biz ürəyimiz 0,8 saniyəlik sikldə, bunun 0,1-i qulaqçıqların stolasına sərf olunursa, deməli, onda 1 dəqiqəmizdə də neçə olacaq? X-ımız da bərabər olacaq 8-də 1-ə. Bu 8-də 1-i tapdıqda gətirək qoyaq yerinə. Yəni 32-də X-dırsa, 32-də X-dırsa, deməli 1 dəqiqədə də 8-də 1-dir. Buradan da X-ımız bərabər olacaq 4-də. Bu üsulla da getmək olar. Bir də bunun ikinci bir üsulu var. İkinci üsulu da bu şəkildədir ki, biz bilirik ki, (32 dəqiqə tapdıq mı? Deməli, bilirik ki, bunu 8 dəqiqə ilə götürsək, qulaqçıqlarımızı tutsam, 8 dəqiqənin 1 dəqiqəsi qulaqçığın yığılmasına da 32 dəqiqəlik sikldir. Neçəsi qulaqçığın yığılmasına X bərabərdə 4. Bu üsulu. Hansı üsul sizə rahatdırsa, o isə digər üsulu daha geniş yazdım ki, siz daha başa düşəsiniz. Parasimpatik sinirlər artırır. Ümumiyyətlə 8-ci sinif kitabında bu haqda var məlumat. Orada yazılıb ki, parasimpatik sinirlər mədə şirələrinin ifrazını gücləndirir. Ona görə də götürürük həzm şirələrinin ifrazı. Qan təzyiqini artırır, qan axma sürətini artırır, qanda şəkərin miqdarını artırır. Ancaq skelet əzələlərinin qanla təchizatını ürək tez-tez döyünsə daha çox qanın axma sürətini artırır və ona görə də skelet əzələlərinin qanla təchizatını da artırır, azaldır götürərik. Çünki burada qan axma sürətini də azaldır, qan təzyiqini də azaldır. Cavabımız olacaq nə? Həzm şirələrinin ifrazı. Amma Təhsil Nazirliyinin verdiyi cavabda skelet əzələlərinin qanlı təchizatı götürülüb. Bu yanlış cavabdır. Yəni mənim fikrimə görə. Sonra buğumayaqlara aid hansı fikir səhvdir? Buğumayaqlar qan toxumu mayesi ilə qarışır. Bəli, açıq qan damar sisteminə də qarışır. Zəhər vəzlərinə malik nümayəndələri var. Bəli, zəhər vəzlərinə malik nümayəndələri vardır. Sonra ifrazat orqanları başda yerləşə bilməz. Xeyr. Məsələn, xərçənglərdə bir cüt yaşıl vəzlər vardır ki, bunlar da başda yerləşir. Ona görə elə cavabımız olacaq C variantı. Yəni bu variant bizim düzgün cavabımız olmuş olacaqdır. Sonra, əgər canlılarda tomurcuqlama yolu çoxalma baş verirsə, onda bu canlı. Tomurcuqlama yolu çoxalma baş verirsə, yadınızı saxlayın, maya göbələklər. Maya göbələklər bir hüceyrəli göbələklər. Bir də hidrada idi tomurcuqlama yolu ilə çoxalma. Ona görə bir hüceyrəli göbələk, hidra isə çox hüceyrəli heyvana aiddir. Bir hüceyrəli göbələk və çox hüceyrəli heyvan. Canlılarda neçəsində hərəkət orqanı var? Qaranquşda var, yarasada var. Yaşıl evqlenada yoxdur. Xromatidada da yoxdur. Kələm kəpənəyində var. Koramalda yoxdur. Ördək burunda var. Bu da eləyəcək 4 dənəsi. Sonra, hansı xromosom mutasiyası deyil? Sahənin qeyri-homoloji xromosom yer dəyişməsi aiddir. Sonra, xromosom sahəsinin ikiləşməsi aiddir. Çatışmazlığı aiddir. 180 dərəcə çevrilməsi aiddir. Xromosom sayının artması və yaxud da ki, azalması genom mutasiyaya aiddir. Xromosoma aid deyil. Sonra,
Sonra keçirik 23-cü vermiş. Variasiya sırasında əlamətin orta qiyməti necədir? Bunun düsturu vardır və bu düsturda necə gedirdik biz? Ümumiyyətlə, bu şəkildə eləyirdik də. M bərabərdir Y. Bu sinif kitabınızda bu haqda verilib. Yəni bu var sinif kitabında, bölünsün N. Bu da bərabərdir. Bu buradan yazaq beləcə ki. Yəni 3-ü vururam 3-ə. 3-ü vururuq 3-ə, üstə gəlirik. 7-ni vururuq 4-ə. Üstə gəlirik. 5-i vururuq 15-ə, üstə gəlirik. 6-nı vururuq 25-ə. Ümumiyyətlə, yəni bunu bu cür bir-bir hamısını vururuq. Sonra da bunları da altdan toplayırıq. Yəni 3-ün üstünə 7 gəlirik. Üstünə 15 gəlirik. Üstünə 25 gəlirik. Üstünə 23 gəlirik. 13 gəlirik. 9 gəlirik. Bir də 5 gəlirik. Və bunu bir-birinə vurduqda burada eləyir 658. Aşağını cəmi toplasaq 100 eləyəcək. 658-i də 100-ə bölsək 658 etmiş olur. Mitoz bölünmə nəticəsində yaranır. Ümumiyyətlə, qıжının qaməti nümunələri protal üzərində əmələ gəlir. Protal da haploiddir, qamət də haploiddir. Yəni mitoz bölünmə nəticəsində yarana bilər. Sonra deyək, quş mamırın sporları. Quş mamırın sporları qutucuqda yaranır. Qutucuq diploiddir, sporlar isə haploiddir. Bu meyoz nəticəsində əmələ gəlir. Yəni bunu götürə bilmərik. Qatırquyruğunun yarpaq hüceyrəsi. Qatırquyruğunun yarpaq hüceyrəsi yetkin bitki üzərində əmələ gəlir. Yetkin fərd diploiddir, yarpaq da diploiddir. Planın sporları. Plan sporları qutucuqda əmələ yarpaqda diploiddir buna. Planın sporları qutucuqda əmələ gəlir. Qutucuq diploiddir, sporlar haploiddir. Yəni onu götürə bilmək. Sfagumun sporları diploid götürə bilmək. Quş mamırının sfagum sporları qutucuqda əmələ gəlir. Qutucuq diploiddir, spor da haploiddir. Buna görə bunu da götürə bilmərik. Quş mamırının sporları, quş mamırının ayaqcıq hüceyrələri. Quş mamırının ayaqcıq hüceyrələri zigotdan əmələ gəlir. Zigot da diploiddir, ayaqcıq hüceyrəsi də diploiddir. Qıжının protal hüceyrəsi. Qıжının protal hüceyrəsi protal yaranır spordan. Spor da haploiddir, protal da haploiddir. Yəni bu da yarana bilər. Ona görə də cavabımız olur 1, 3, 6, 7. Bu da bu variant. Sonra diheterozigot ətirli noxud bitkinin çarpazlaşması zamanı AB tipli qametlər məhv olarsa, alınan birinci nəsil çiçəklərin rəngində neçə fenotip, neçə genotip olacaq? Biz bunu bu şəkildə yazaq. A, B. Bunlar neçədir? Diheterozigotdur. Yəni A, böyük A, kiçik A, böyük B, kiçik B, böyük B, kiçik B. Bunlar neçə cür qamət verəcək? Bunlar 4 cür qamət. Böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B. Bu şəkildə. Buradan da yenə bu böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, bir də kiçik A, kiçik B. Bu şəkildə vermiş olacaqdır. Ümumiyyətlə, yadınıza saxlayın. Bu qamət, bunlar böyük A, böyük məhv. Bunun qarşısındakılar da məhv olacaqdır da. Bunlar məhv oldu. Bu zaman bizdə nə qaldı? Bizdə bunların birləşməsi nəticəsində alınacaq böyük A. Buradan yazın. Burada böyük A, böyük A. Buradan birini buradan yazaq da. Burada bunların birləşməsindən birincisini yazın. Böyük A, böyük A. Böyük B, böyük A, böyük B, kiçik B, kiçik B. Sonra alınır. Böyük A, kiçik A, böyük B, kiçik B. Sonra alınır. Yenə də bunun birləşməsi nəticəsində böyük A, kiçik A, kiçik B, kiçik B.
Sonra buradan yenə də yaranır. Böyük ya, kiçik ya, böyük B, kiçik B, kiçik ya, kiçik ya, büyük B, büyük B, büyük B, kiçik ya, büyük B, sonra kiçik ya, küçük A, küçük A, büyük B, küçük B. Sonra büyük A, küçük A, küçük B, küçük B, küçük A, küçük A, büyük B, küçük B, küçük A, küçük A, küçük B, küçük B. Bax, bura diqqətlə baxsaq, bir, bu bir. Bunlar, bu ikisi bir dənə. Bir qamət yaratdı. Böyük, sonra böyük A, böyük B, kiçik B. Bunlar bir iki dənə. Bu üç. İki dənə. Bu üç. Bu ikisi eynidir. 4, 5, 6. 6 dənə də genotip yaranmış oldu. Hansı cinsiyyət xromosomuna malik qametlərin birləşməsi zamanı Klinefelter sindromlu uşaq dünyaya gələ bilər? Klinefelter sindromu, Klinefelter X, Y-dir və bunların birləşməsi, deməli X-in bir də Y-in birləşməsi nəticəsində yarana bilər. Sonra 27 büyük A, büyük B, büyük B, küçük B, büyük C, küçük C çarpazlar neçə fenotip, neçə genotip alınır? Genlər ilişikliyi, dominantlık tamda ilişiklik pozulmamışdır. Burada genlər ilişikliyi demək o deməkdir ki, bunlar hamısını bir fərq kimi, məsələn, böyük ya, kiçik ya kimi götürəcəyik. Böyük ya, kiçik ya ilə də çarpazlaşanda nə alınır? Böyük ya, iki dənə böyük ya, kiçik ya, bir də kiçik ya, kiçik ya. Buradan baxdıq. Neçə dənə genotip alındı? 3 cür genotip alındı. 2 cürdə fenotip alınır. Neçə fenotip? 2 fenotip, 3 genotip alınmış olacaqdır. Hansı sümüyün və yaxud da ki, sümüklərin sınması zamanı şina qoymaq olmaz. Ümumiyyətlə, yadınızda saxlayın ki, şina ətrafların sınan zaman qoyulur. Döş sümüyü ətraflara aid deyil. Digərləri hamısı ətrafdır. Ona şina qoymaq olmaz. Cədvələ əsasən X-i müəyyən edin. DNT-nin nisbi molekul ki 4500. 4500-ü böləcək nukleotidin kütləsinə, yəni 300-ə. 4500-ü 300-ə bölsək, alacağıq 1500. Biz bilirik ki, hidrogen rabitələrinin sayı, nukleotidlərin ümumi sayı üstə gələnsin guanin və yaxud da ki, sitozindir. Guanin götürək biz burada. Deməli, 1700 bərabərdir. Buradan o deməkdir ki, indi buradan biz guaninin sayını tapsaq, guanin də bərabərdir. Hidrogen rabitəsinin sayı, yəni 1700-dən çıxacaq 1500-ün. Qalacaq bizə neçə? 200. 200-dən qalmış olacaqdır və deməli, guaninimizin sayı 200-dürsə, guanin sayı 200-dürsə, sitozinin sayı da 200 olacaq. 200-də sitozin olacaq. Cəmi neçə? 400. Deməli, 1500-dən də 400-ün çıxarsınız. 1500-dən də 400-ün çıxsaq, qalacaq 1100. 1100 nukleotidimiz qalıb. O da adeninin timinin cəmidir. Bizdə bir dənə adenini soruşduğuna görə onu da 2-yə bölsək 550 edilmiş olacaq da Y variantı. Seleksiyaçı aldığı diploid xromosom yığımına malik sortdan toxumun endosperm hüceyrəsi mitoz yolla bölünməsi zamanı anafaza mərhələsinin sonunda X xromosomunun sayı 48 olmuşdur. Bitkinin kök hüceyrəsinin nüvəsində olan xromosom sayı nə qədər olar? Ümumiyyətlə, deməli, biz bilirik ki, endospermdən söhbət gedirsə, endospermdə xromosom sayı 3N-dir və anafaza mərhələsinin sonu deyirsə, bu zaman olacaq 6N. Bu da deyir 48 olmuşdur. 6N bərabərdir 48-ə, N-imiz də bərabər olacaq 8-ə. Kök hüceyrəsinin nüvəsi. Kök hüceyrəsi nədir? Somatik hüceyrə. Somatik hüceyrədə xromosom yığımı necə olur? 2N. 2N də bərabər olacaq 16-ya. Virusların törətmədiyi. Və burada bir şey diqqət yetirin ki, burada virusların törətdiyi yox, törətmədiyi xəstəliklər. Viruslar taundur, vəbadır, sonra difteriyadır,
skarlatinadır. Bunları törətmirlər. Ancaq viruslar təbii çiçəkdir, qızılcadır, ekzemadır, quduzluqdur. Bunları törədirlər. Bu haqda onca sil kitabında geniş məlumat var. Ona görə cavabımız oldu nədir? 1, 4, 1, 4, 5, 8 olmuş olacaqdır. Eyni miqdarda götürülmüş noxud, qarğıdalı və darı toxumunun maksimum soğuduqdan sonra çəkisi 95 kiloqram olmuşdur. Quru toxumların çəkisi nə qədər olmuşdur? Bunların hər birinin çəkisini, bunu da x, bunu da x, bunu da x götürsək, biz bilirik ki, noxud öz çəkisi qədər. X-in üstünə x gəlsə, eləcək necə 2x. Qarğıdalı öz çəkisinin yarısı qədər. Yəni x çəkisi idi, yarısı qədər də götürdü. O da elədi 1,5x. Darı öz çəkisinin 1/4 qədəri. X çəkisi idi 1/4 də 0,25. 1,25 də bu eləyəcək. Cəmi neçə eləyəcək? 4,75x. Bunu da neyir neçədir? Cəmi 95'dir. 4,75'i bərabər eləyəcək 95'ə, x da bərabər olacaq 20'yə. Bizdə də quru çəkisini soruşduğuna görə elə 20 götürmüş olacaq. Sonra 23. Mezoerasında baş vermiş amorfozları heç sayın. Mezoerasında bu haqqında Mezoerasında baş verən amorfozlar, məsələn, çılpaq toxumların əmələ gəlməsidir. Bu çılpaq toxumların yaranmasıdır. Bu olur palezoyda. 2 qat mayalanma mezozoydur. Bax bunu götürəcəyik. Spermlərin yaranması. Sperm yaranır. Çılpaq toxumlarla birlikdə olduqda spermlər də yaranmış olur. İlk dəfə çılpaq toxumlarda. Ona görə bunu bir götürməyəcəyik. Bu protozoyda baş verib. Çılpaq toxumu da protozoydan. Məmələrin yaranması mezozoydur. Yəni bunu da götürəcəyik. Əsl quşların yaranması, bu da mezozoydur. Yəni bunu da götürəcəyik. Dişiciyin yaranması o da şeydədir. Mezozoydur. Bunu da götürəcəyik. Haploid endosperm çılpaq toxumlarda yaranır. Bu da proterozoydur. Bizdə də mezozoyda baş verənləri soruşduğuna görə 1, 4, 5, 6 olmuş olacaqdır. Sonra bizdən nəyi soruşur? Canlılarda düzgün fikri seçin. Canlılar süd vəzisi yoxdur, ancaq çəngəl sümüyü var. Deməli, bu quşdur. Digərində məməli heyvandır. Bunlarda isə dərisində heç bir vəzisi yoxdur. Götürə bilmərik, çünki quşlarda büzdün vəzi var. Sonra 2 deyir, suda yaşaya bilməz. Xeyr, bunu balina götürə bilərik. Balina da suda yaşayır. Buna görə götürə bilmərik. 3 onurğaya malik ola bilməz. Xeyr, sürünən götürə bilərik. Bu nə çəngəl sümüyü var, nə süd vəzi var. Bu onurğaya malikdir. Bunu götürə bilmərik. Eyni tipin nümayəndələri ola bilər. Bəli, eyni tipin nümayəndələri ola bilər. Sonra düzgün fikri. Sonra meşələrdə yanğınların baş verməsi zamanı canlının sayına böyük təsir göstərir. Bunun qarşısını almaq üçün hansı işlərin görülməsi daha məqsədə uyğun hesab olunur. Ümumiyyətlə, bunu qarşısını almaq üçün ən yaxşı yol insanlarla danışıb, insanlar arasında təbliğat aparmaq lazımdır ki, bu cür hallar baş verməsin və bu cür hallar baş verdikdə zamanı bizə həmin insanları özünə vurduğu ziyanı onlara başa salmaq lazımdır ki, hər bir vətən həm özünə, həm təbiətimizə vurduğu ziyanın qarşısını birlikdə alaq deyə. 36. Həm produsent, həmsə konsument ola bilər. Milçək qıran neyinir? Həşəratdan yeyir, həşəratı yeyir. Bu zaman hazır şəkildə qidanı qəbul edir. Bir də yaşıl hüceyrələr var, fotosintez prosesi gedir və bu zamanda protosint rolunu oynayır. Yəni özünə lazım olan qida maddələrini sintez etmiş olur. Antropogenə qədər olmamışdır. Antropogenə qədər, məsələn, çənaltı çıxıntı nitqin yaranması ilə əlaqədar yaranmışdır və nitqdə insanlar arasında olmuşdur. Həşərat da tozlanmadır, mutasiyadır, düşənçişlər. Bunlar hamısı antropogenə qədər baş verən proseslərdir. Deməli, Euler-Venn diaqramda x-in yerinə yazmaq olmaz. Burada virusdur, bu da Evglenadır. Üzr istəyirəm, bu da yosundur.
Bu viruslu bir də yosundur. Və soruşur ki, nə baş nuklein turşusu həm virusda olar, həm yosunda ola bilər. Bura yaza bilərik. Yəni biri yaza bilərik. Xlorofil, viruslarda xlorofil olmur. Bunu yaza bilmərik. Sonra zulal yaza bilərik. Bəli, yaza bilərik. Sonra lizosom, vakual yaza bilmərik. Cavabımız olacaq 1-3. Amorfozdur. Ümumiyyətlə, amorfoz nədir? Yadınıza saxlayın. Amorfoz odur ki, hər hansı bir yeni bir orqan əmələ gəlsin. Məsələn, çiçəyin yaranması yeni bir orqanın yaranmasıdır. Ona görə də bu amorfoza götürmək olar. Sonra 40 çiyələk bitkinin toxumunun endosperm hüceyrə cinsi xromosomlar XX ola bilərmi? Bəli, ola bilər. Nəyə görə? Çünki əgər mayalanmada iştirak edən çiyələk bitkisi dişi heterogametliyə malik XY-dir. Biz bilirik ki, bu gamet əmələ gəlir. Bu bölünür, meyoz prosesi nəticəsində bölünür. 3 dənə yönəldici cisim əmələ gəlir. X, bir də Y. Əgər mikrospor bu gamet Y olarsa, bu zaman mərkəzi hüceyrə nədir? Endospermdir. Endosperm 2 olmalıdır da. Bu zaman endosperm 2Y olacaq və erkəkdə də X gəlsə olmuş olacaq. Ona görə də ola bilər. Bu xromosom makrospordan əmələ gələ bilərdir. İnsan tənəffüs sistemində oksigen homoqlobinə birləşməsi baş verir. Ümumiyyətlə, yadınızda saxlayın, insan tənəffüs sistemində oksigen homoqlobinin birləşmə alveol əhatə edən kapillyarlarda, yəni insanın ağciyərlərində, alveollarda bu proses baş vermiş olur. Məməlilər nefrazat sisteminə aid olan şəkildə hansı rəqəmlə qeyd olunmuş orqanlar quşların nefrazat sistemində olmur? Deməli, böyrəklər quşlarda da var, sidik yaxarları quşlarda da var. Ancaq sidik kisəsi ilə sidik kanalı quşlarda yoxdur. Bu da 3-dür. Sonra kişilərin cinsiyyət sisteminə aid verilən hansılarda əmələ gələn hüceyrədə baş verən mutasiyalar sonraki nəslə ötürmə ehtimalı var. Sonraki nəsildə ötürülər nədir? Cinsiyyət hüceyrələri. Cinsiyyət hüceyrələri harda yaranır? Toxumluqda. X. İngiltərənin da ananın biri qara, digər isə ağdərli olan əkiz qızlar dünyaya gəlmir. Haqqa düzgün fikri göstərin. Bu əkiz əmələ gəlməsinə maylanmada bir ədəd qamçılı qamet iştirak edib. Xeyr, bu rəngi fərqlidir deyə. Bu müxtəlif yumurta əkizlərdir. Müxtəlif yumurta əkizlərin əmələ gəlməsində 2 dənə spermatozoid iştirak edir. Ana bətnində eyni göbək ciyəsi ilə qidalana bilər. Xeyr, hər bir dölün özünün göbək ciyəsi var. Bu da aid ola bilməz. Sonra somatik hüceyrəsinin xromosom müxtəlifliyi eyni deyil. Xeyr, bunu deyə bilmərik. Somatik hər ikisi qız hüceyrəsidir, qızdır və qızlarda da somatik hüceyrənin qadınlarda müxtəlifliyi eynidir. Ana bətnində eyni ciflə qidalanır, xeyr, bunu deyə bilmərik. Bu əkizlər morfoloji kriterlərinə görə eynidir. Ümumiyyətlə, yadınıza saxlayın ki, insan bütün nümayəndələri, morfoloji kriterlər hamısı da eyni olmuş olur. Aşağıdakı ifadələr avtotrof və heterotrof nəzəriyyəyə görə uyğunlaşdırılır. Bu çox sadə bir məsələdir. Bunu elə cavab özündən göstərir. Məsələn, avtotrof dedikdə, yəni avtotrof yolla qidalanan, heterotrof isə heterotrof yolla qidalananlar götürülür. Bu nəzəriyyənin tərəfdarları əsasən qidalanmanı üstünlük təşkil edir, izah ediblər və birə aid olur. Birincinə aid olanlar seçək. Yəni B. İlk orqanizm qeyri-üzvü maddələrinin öz qidalarını sintez edirdilər. Bir də D. İlk canlılar qidalanma, fotosintez və homosintez prosesləri baş vermişdir. D-2-yə baxaq. 2-də isə ilkin hazır üzvü maddələr istehlak edirdilər, yəni qidalanırdılar. Bir də C. İlkin canlılar heterotrof idilər. 1B-D, 2A-C. Bu da Y variantına uyğun gəlmiş olacaqdır. Sxemdə biosferdə maddələr dövranı verib. Əgər saprofitlərin fəaliyyəti tam dayanarsa, hansı proses baş verər? Ümumiyyətlə, baxın, bu saprofit dayanarsa, bu yoxdursa, bu mineral maddələr olmayacaq ki, fotosintez prosesi baş edici bitkilərdə təsir göstərəcək. Digərlərinə də təsir göstərəcək. Amma ilkin olaraq fotosintezdir. Bitkiyə lazım o mineral mı, fotosintez zəifləyər. Yəni, bu da ilkin baş verən proses dediyinə görə biz bunu götürmüş olacaq. Sonra, qrafikdə verilmiş, əsasən düzgün fikri seçin.
Bax görürsüz birincidə nə deyir? Yayda günün bütün saatlarında fəal olurlar. Xeyr, bunu deyə bilmərik. Görürsüz ki, yayda bütün saatdan fəal olur. Sutkalıq fəallıq aylar üzrə dəyişir. Bəli, bunu deyə bilərik. Bunu götürürük. Sonra payızın əvvəlində payızın sonuna qədər daha fəal olurlar. Payız nə vaxt başlayır? Sentyabr ayından başlayır. Sentyabr, oktyabr. Görürsüz, sentyabrda daha fəal olmuşlar əvvəldə sonuna nisbətən. Ona görə bu da götürürük. Sonra istiqanlı canlı olduqlarına görə gün ərzində fəallıq dəyişmir. İstiqanlı xeyr, bunu deyə bilmərik. Gördüyümüz kimi gün ərzində fəallıq dəyişmiş olur. Cavabımız olacaq 2, 3, 48. Sxemə əsasən düzgün fikri müəyyən edin. Produsent, konsument, redusent. Deməli, produsent nədir? Bütün canlılarda ümumiyyətlə birinci atomların bioloji miqrasiyasına iştirak edə bilməz. Xeyr, bunu deyənmərik. Ümumiyyətlə yadınızda saxlayın ki, bütün canlılar atomların bioloji miqrasiyasında iştirak edir. Sonra saprofit yolla qidalanan canlı ola bilməz. Bu da düzgün deyil. Sonra üçüncü virus ola bilər. Xeyr, bunu da götürə bilmərik. Virus 2 və 3 eyni aləmin nümayəndəsi ola bilər. Və bunu götürə bilərik. Məsələn, tutalım ki, konsumedə də bakteriya götürə bilərik. Redusentdə də bakteriya götürə bilərik. Görək ki, eyni aləmin nümayəndəsidir. Maddə mübadiləsinin əsas mərhələləri hansılardır? Ümumiyyətlə, yadınızda saxlayın, maddə mübadiləsi nə edir? Xarici mühitdən maddə qəbul edir. Sonra orqanizmdə onu digər bir maddəyə çevirir. Sonra o istifadə edir. İstifadə eləməyən artıq məhsullar isə orqanizmdən xaric etmiş olur. Sonra qadın və kişinin yetişmə zonasına daxil olan cinsiyyət hüceyrələrin sayı eyni olmuş və sonda alınan yönəlici cisimciklərin sayı 60 olmuşsa, sonda cəmi neçə qamət əmələ gəlmişdirsə, yönəlici cisimciklərin sayı həmişə yadında saxlayın. Bir dənə hüceyrədən 3 dənə yönəlici cisimcik yaranan bir dənə qamət. Yönəlici 60 olmuşsa, 60-ı böləcəm 3-ə. 60-ı 3-ə bölsək neçə alınacaq? 20. 20 dənə olmuş olacaq hüceyrə. Spermatozoid kişidə isə bir hüceyrədən 4 dənəsi əmələ gəlir. 4 qamət əmələ gəlir. 4-ü 20-yə vursaq, burada neçə edəcək? 80. 80 qamət kişidə yaranacaq. 20 qamətdə isə qadında. 80-ın üstünə 20 gələndə edəcək 100. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.